Hər vaxtınız xeyirli olsun. Bəli, sizin də qeyd etdiyiniz kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri ilə təqsirləndirilən 15 nəfər erməni əsilinin barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi Bakı Məhkəmə kompleksində hərbi məhkəmənin hakimi Zeynal Ağayevin sədrliyi ilə davam edir. Hazırki mərhələdə məhkəmə istintaqına aparılır və məhkəmə istintaqına başlanılır və sübutlar araşdırılır. Qeyd edək ki, ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdıqdan sonra məhkəməyə sədrlik edən hakim təqsirləndirilən 15 nəfərin hər birinə ittiham aktının mahiyyətini, onların hüquq və vəzifələrini, ittihamın hüquqi tövsifini və eyni zamanda Cinayət Məcəlləsində bu maddələr üzrə hansı cəzaların gözlənildiyi barədə məlumatlar verdi. Və bundan sonra təqsirləndirilən şəxslər məhkəmədə ifadə verməlidirlər. Qeyd edək ki, ittiham aktında bir neçə mühüm məqamı qeyd etmək istəyirəm. İttiham aktında qeyd olunur ki, Ermənistan dövləti və onun silahlı birləşmələrini birbaşa iştirakı ilə Azərbaycana qarşı hərbi təcavüzkar müharibə aparmaqdan ötürü cinayətkar dəstə yaradılıb. Bugün məhkəmə qarşısında əyləşən 15 nəfər də həmin cinayətkar dəstənin fəaliyyətində yaxından bu və digər formada iştirak ediblər. Və ittiham aktında qeyd olunur ki, Ermənistanın bu təcavüzkar müharibəsi nəticəsində Azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədilib və nəticədə 18 mindən çox vətəndaşımız qətlə yetirilib. Eyni zamanda 56 mindən çox vətəndaşımız isə yaralanıb. Və eyni zamanda bu təcavüzkar müharibə nəticəsində Azərbaycana 100 milyard manatdan çox ziyan dəyib. Təkcə maddi, mədəni, tarixi abidələrimizə vurulan ziyanın məbləği 1 milyard manata yaxındır. İttiham aktında bu cür çoxsaylı epizodlar var. Təkcə deyək ki, terrorçuluqla bağlı 308 epizod var. Hansı ki, həmin o terrorçuluq əməlləri zamanı 449 nəfər vətəndaşımız həyatını itirib. Onlara qarşı terror hadisəsi törədilib. Məhkəmə prosesi açıq keçirilir və biz mütəmadi olaraq məhkəmə prosesinə tamaşaçılara geniş məlumatlar çatdırırıq və bugün də bizim gün ərzində canlı bağlantılarımız və eyni zamanda reportajımız olacaq deyərək sözü yenidən mərkəzə studiya ötürürük.